76 saylı Lənkəran Masallı seçki dairəsindən millət vəkili seçilən Cavanşir Paşazadə 27 sentyabr anım günü münasibəti ilə keçirilən tədbirdə çoxsaylı iştirakçının qarşısında çıxış edib. Bölgə TV bildirir ki, deputat öz çıxışında ölkə prezidentini və xalqı 27 sentyabr anım günü münasibəti ilə təbrik edib. Milli Məclisin 5 qat deputatı çox savadlı olduğu üçün görünür mərasimlə bayramı ayırt edə bilməyib. Ətraflı videoda. Bu tədbir çok güzel bir vakte kesildi. Çünkü bilirsiniz ki sabah bizim suverenliğimizin, devletimizin, bizim galimimizin beşirliğiydi. Bu suverenliği her bir halka, her bir devlete kısmet olunur. Bu bize kısmet olur. Bunun için bize Allah tarafından müdrik devlet başçısı, bizim halkımız ve bizim şehitlerin neticesinde bugün biz bunları eylemişiz. Her birinizi bu günden, savaşı günden tebrik edeceğim ve size can sağlığı